Bu bədəndir. Hansı sənə bu dünyada yaşamaq üçün verilibdir. Hansına sənin ruhun yerləşdirilibdir. Və onun işləmə prinsipini, onun işləmə qaydasını bilmək, öyrənmək çox önəmlidir. Həyatı vacib önəmlidir. Sən deyə bilərsən ki, mənim bədənimdir, necə istəyirəm onunla rəftar eləyə bilərəm. Sən deyə bilərsən ki, mənim ağzımdır, özüm bilərəm, nə istəyirəm, yeyərəm, yeyəcəm də, neçə də istəyirəm, yeyəcəm. Lakin bu orqanizm təbiətin bioritmlərinə uyğun çalışır. O təbiətin qaydalarına tabedir. Və əgər ona qarşı çıxırsansa, doğru hərəkət eləmirsənsə ona, o zaman onun əziyyətini çəkəcəksən. Yəni səndən doğru baxım tələb olunur. Ən birinci sənə verilən bir şeydir. Bunu unutmamalısan, bunu dəyərləndirməlisən, bunu sevməlisən və buna görə təşəkkür və şükür etməlisən.